Salam əziz dostlar, çox xoş gördük. Sevinirəm ki, Azərbaycan Milli Fəallar üçün jurnalism dərslərinin 14-cüsündə xidmət izləyəm. Birinci bölümdə teorik bəhslərdən danışacağıq və xidmətinizdə olacağım. İkinci bölümdə bir neçə xəbəri keçən həftələrə tay danışacağıq və baxacağıq, bəlkə eləyə bilək qabağa gedək. Geçen cələsə mütəəssifənə texniki müşküldən dolayı neçə dəfə program kəsildi, yarımçılıq qaldı, mən qutara bilmədim. Amma orada arzular şəhəri qurmaq, ya Arman şəhər, ya Utopiya şəhərlərin qurmaq fikirlərinə danışdıq. Dedik ki, o jurnalistləri ki, inqilabçıdırlar, yəni istəyirlər bir yeni camiə gətirələr, mövcud camiədən, ya mövcud fikirdən, düşüncədən, elmidən, teknolojidən, hər nə ki bu camiədə vardı, yəni, narazidilər, onları razı eləmir və gələcəyə doğru hərəkət edirlər, istəyirlər daha yaxşı olsun, istima, insanların yaşayışı, haqları, hüququ o tərəfə getməliyik. Bu insanlar zehnilərində o camiələri üçün, o millətləri üçün, o vətəndaşları üçün, dildaşları üçün, qandaşları üçün, dindaşları üçün, vətəndaşları üçün bir ictima qururlar zehinlərində. O ictima bu deyil ki, indi var. Təbrizdə, Ərdəbildə, Zəncanda, Qəzvində, Həmədanda, Ərakda, Savədə, Şirazda, İsfahanda, Türkəmən, Səhrada görünən yaşayış, o yaşayış deyil ki, bunlar xiyal edirlər. Bunlar onu arzularında yaradırlar. Bəlkə arzularında daha bir gözəl, daha rifahlı, daha insani, daha iqtisadı yaxşı, insanlığı yaxşı, insanlığına uyğun bir yaşayışı zehnlərində qururlar, düşünürlər, yaradırlar. Əkinçidən tutmuş, kasıbdan tutmuş, işçidən tutmuş, fəhlədən tutmuş, uşaq, böyük, arvad, kişi, qoca, cahıl, ağberçək, ağsaqqal, ərz edeyim xidmətinizə, əlil, zəlil, hər kəs ki var, hətta məhbuslar, zindanda olanlar bunlara da yaxşı yaşayış düşünür. Və bu yaxşı yaşayışı düşündüyü üçün onlara yazmağa çalışır, düşünməyə çalışır. Onları hər gün çalışır ki, bir çox adamı oradan ki, mümkündür öz düşüncəsinə yaxın gətirsin,
öz düşüncəsini onlara görsətsin, nə düşünür və bunu yazı ilə görsədir. Danışmaqla görsədir. İnsanlar bir zamanlar, bunu ərz eləmişəm qabaqcanda, düşüncələrin fəqət danışmaqla eləyə bilirdilər, o birislərə desinlər ki, mən nə cür düşünürəm, dünyanı nə cür görürəm, vətənimi, vətəndaşımı, dildaşımı, qandaşımı, dindaşımı nə cür görürəm. Sonra yazı ilə bu işi elədilər və bu düşündürmək yazı ilə qalarğı oldu. Çünki yazılırdı kitabda, ya daşda, ya palçığın üstündə, ya təxtənin üstündə, ya dərinin üstündə və illər, uzun illər. Yəni adamın bir ömrü ya uzun olsa olur 100 il, 110 il, amma birdən bir əsər görürsünüz ki 2000 il, 3000 il, 5000 il qala bilir. Və bu eləyə bilir ki, o uzun zamanda insanların düşüncəsini görsətsin. Məsələn, əgər siz baxsaz Dədə Qorquda, ya Şahnaməyə, ya Hafizə, ya Mövlanaya, hər kəsə baxsaz, ya bizim türk şairlərimizə baxsaz, görəcəksiniz ki, bu insanlar necə düşünürlər. Dünyada baxışları nədir? İnsanlara nə cür baxırlar? Mən çox sevinirəm, Allah şahiddir bu, yəni bəzi dostlarımız da şahiddirlər, tək Allah şahid deyil. Mən bəzən görürəm ki, televizyon o bəhsləri ki, bizim dostlarımız Günaz TV-də, yazılarında, danışıqlarında elirdilər, paltıq otaqlarında aparırdılar, Yahoo Messenger otaqlarında aparırdılar və bunlar çox məhdud adamların arasındaydı. İndi İran radyo televizyonunda görünür. Onlarda yayılır, onlarda danışılır. Və bu görsədir ki, biz eləyə bilmişik o Arman şəhri ki yaradırıq, o Arman şəhrin yaratmağında müvəffəqiq. Mövcud camiənin inandıqları şərtlərdə, şəraitdə şək yaratmışıq. Farslar özləri də belə şəkkə düşüblər. Ədəbiyyatlarının zəif olduğunu inanırlar, dillərinin zəif olduğuna inanırlar, insani və hüquq bəşəri məsələlərə baxmadıqlarına inanırlar. Bu iki insanların haqqı var, ana dilində danışılır, amma danışmırlar, buna inanırlar. Düşünürlər ki, Firdevsi bir faşist bir şəxsiyyətdir və əgər bir millətin ədəbi və siyasi və ictimai və tarixi ülgüsü olsa, vay o millətə ki, nasyonalisti yox, bəlkə faşisti bir nasyonalizmə tərəf yürüməyi düşünürlər və bu bugünkü dünyada heç, hətta o zamankı dünyada da tohin hesab olurdu. Əlbəttə, bəzi dostlarım, mən nəqdlərini gördüm, yazmışdılar, mütəəssifanə nəqdlər, bəzən çox naşiyanədir, amma olsun. İnsan düşündüyünü yazır. Məsələ budur ki, mən əgər nəqdi düşündüyümü yazırsam, qələt də olursa, bir ayrısının üçün oxuymağa məcburam, görəcəyəm ki, harada qələt eləmişəm, harada iştibah eləmişəm və təkmil eləyəcəyəm özümü. Düşüncə, bu mühüm bir məsələdir. Düşüncə, məsələn, bu elmlərdə danışırlar tarixi fəlsəfə. Yəni, fəlsəfə birinci nöqtədən E'dən B-yə gəlibdir, hangi mərhələləri getirdibdir, kimlər hangi oyunları orada oynayıblar, fəlsəfə təkamül tapıbdır. Yəni, tarixdən danışanda, fəlsəfə tarixindən, yəni bir fikrin inkişafının mərhələlərindən danışırıq. Ədəbiyyat tarixindən danışanda, yəni dilin ədəbi sahələrinin inkişaf tapma mərhələlərindən danışırıq. Kimlər gəliblər, hangi mərhələdə, necə bu ədəbiyyatı bir qədəm, bir addım qabağa aparıblar. Elə bunlardan da biri nəqd tarixidir. Və xoşbəxtliklə bugün deyə bilərəm ki, İran coğrafiyasında Azərbaycan millətinin, Türk millətin nəqdləri, baxışları ədəbiyyatda, siyasətdə yavaş-yavaş midyaya seytərə tapır. Midyada ən yüksək yerdə tutur. Və mən çox sevinirəm ki, hətta bəlkə bunu desəm, bir də dostların acığı gələ, amma Günaz TV məktəbi adında bir məktəbdən indi danışmaq olar.
Günaz TV bu fikirləri içəriyə aparmağa, onları ümumi eləməyə çox köməklik eləyib insafən və bunu inkar eləmək olmaz. Amma o xiyal, o arzuların düzəmin nə şəraitdə bir arzu yaranar ki, biz indi o mərhələdə ki, istirik arzu yaradaq. Çünki dədələrimiz bir arzular yaratmışdılar, Səlcuqi dövləti qurmuşdular, Səfəvi dövləti qurmuşdular və gəlmişdi ta Qacar dövlətinin sonuna qədər. O zaman ki, arzularımız zəiflədi və arzu quranmadıq, arzularımız öldü. Arzularımız öləndə hökuməti əldən verdik. İmperatorluğumuzu, dövlətimizi, o ərzişlər, o qiymətli, tarixi, fikri, ədəbi, insani baxışlarımız, siyasi baxışlarımız, dini baxışlarımız üstdən gəldi alta. Devrildik. O zaman bu üz verdi ki, biz dahi arzu eləyənmədik. Farsların, Fars düşüncəlilərin arzuları kölgəsi saldı bizə. Biz onların kölgəsində qaldıq. Bu gündən biz uduzmağa başladıq. İndi sevinclə demək olar ki, Azərbaycanda uşaqlar belə, savadsızlar belə arzu qururlar. Vətən üçün, millət üçün, gələcəyimiz üçün. Bəzən görürsünüz, bəlkə mənim, ya Həsənin, ya Hüseynin, ya Kazımın, ya Məmmədin, ya Rüqəyyənin, ya Əfsanənin, ya filanın bəlkə o arzulardan razı olmaya. Biraz əşağa görə. Amma mühüm budur ki, o arzular qurulmağa başlanıb. O zaman ki, camiənin əşağa təbəqəsi, payası, arzu qura, bu arzular gül açacaq, ağac açacaq və üstə gələcək. Üstə gələndə camiədə yeni bir qurum başlanacaq. Əlbəttə ki, camiənin üstündən də arzu quranda eləyə bilər kökü gəlsin əşağıya. Meyvəsindən millət yesin. Yedikcə canına o güc gələcək. Bizim indiki medialarımız xüsusilə üstdəki ağaclara bənzətsək, meyvələri tökülür, yazdıqları, danışıqları tökülür insanların boş qablarına, boş qabların dolu qaba çevirir. Və beləliklə insanlarımız arzu şəhəri qura bilirlər. Hətta bir yaşlı ağberçək xanım, bir ağsaqqal baba eləyə bilir arzu şəhəri qursun Azərbaycana. Şeir yazsın. Mən bu günləri bir video gördüm. Bir 90 yaşında ya 80 yaşında, 80-da 90 yaşında bir xanım video düzəldir. Deyir ki, mən sözün axirində, əvvəlinin axirində danışmır. Xəmiri yorğalır, onu vərdənəlir, onu kündəni açır, kündənin içinə bu şey ki qoymalıdır, qoyacaqdır, heç birisini danışmır. Axirdə gəlir kameranın qabağına, o büzülmüş əlləri ilə deyir ki, mən son çarşəmbiyəcən, axir çarşəmbiyəcən milli yeməklərimizi, diqqət buyurun sözə, milli yeməklərimizin hər gün birini sizə örc edəcəm. Nə iftixar Azərbaycana ki, onun bu günləri savadsız ağberçəyi gələ deyə mən milli yeməklərimizi örc edəcəm. Bu bir arzular şəhəridir. Baxın, bu xanım, o yaşlı xanım, ağberçək xanım beynində Azərbaycan üçün bir milli kimlik, vətəndaşlıq, qardaşlıq, qandaşlıq, dildaşlıq düşünür və onun üçün deyir ki, mənim əlimdən gələr ki, sizə milli yeməklərimizi tanıtdıram. Onun bu əlləri, o qırışmış əlləri öpməlidir. O əllər bizim Kəbəmiz, bizim ziyarətgahımız, bizim təvaf mərkəmiz olmalıdır. Onun dövrəsinə fırlanmalıyıq. İndi biz nə cür arzular şəhərini qurarıq? Hangi şərait lazımdır? Əvvəl bu ki, gərək qorxmayaq arzu şəhərini qurmaqdan.
Bu cəsarəti ki, əldən vermişik biz, qorxudublar, girib zehnimizə ki, yox, mən türkəm qura bilmərəm, mən Azəriyəm qura bilmərəm, bunu yadımızdan çıxaracaq, üsyan eləyəcək. Birinci mərhələsi üsyan eləməkdir. Bu vəziyyəti istəmirəm. Mən bugünkü durumu istəmirəm. Mən razı deyiləm. Nədən razıyam? Bu şeyləri istəyirəm. Quraq bunu. Nələr istəyirəm? Arzularımı qurum burada. Oğluma nə istəyirəm, qızıma nə istəyirəm, nəvəmə nə istəyirəm, nəticəmə nə istəyirəm, kəndimə nə istəyirəm, şəhərimə nə istəyirəm, elimə nə istəyirəm, obama nə istəyirəm, dilimə nə istəyirəm, geyimimə, danışığıma, mədrəsəmə, məktəbimə, danışqahıma, nəslimə, iqtisadıma, malıma, davarıma nə düşünürəm? Bunlar bizim arzularımızdır. Dostlar, siyasətdir. Onlar iki fikirlər. Arımanşəhər fəqət siyasidir. Bunun əsasında biz dalıya qalırıq. Arımanşəhər Kanadada qocalara, yaşlılara məsnui dişdə Arımanşəhər qururlar. Məsnui dişdə neyin yiyəcəyik? Arımanşəhər. Görün insanlar hara gedirlər? Göz xəstəliklərində Arımanşəhər qururlar. Mən dünənləri bir əzizimi apardım xəstəxanaya, 5 saat orada atom dəstgahlarının içine adamı qoydular. Qəlbindən bir neçə yüz dana bunun hər tərəfdən 360 dərəcədə dəstgah fırlandı bunun üstündə. Yüzlər əksi götürdü və kompüterlər bunu quracaqlar bir-birinin üstündə bir həftənin içində. Buradan bir qəlbi çıxacaq ortaya. Bu qəlbin əlimlə fırladıb ya dəstgahı fırladıb hər tərəfinə eşiyinə ha belə bölüb içinə baxa biləcəksən. Bu Arımanşəhərdir. O dəstgahı yaradan zehnində bir arzular şəhəri qurur. Mən mərizlərimə nə cür baxacağam? Baxmır ki, buna nə qədər xərci var mənə. O insanının düşünür. Biz qorxmamalıyıq, üsyan eləməliyik. Üsyanları, etirazlarımızı nəyə elirik bilməliyik. Nəyə etiraz edirəm? Mənim iqtisadım xərabdır. Yerim xərabdır. Bağım xərabdır. Kimliyim xərabdır. Düşüncəmi xərablayıblar, tariximi xərablayıblar, dilimi xərablayıblar, şeirimi xərablayıblar. Heç zat bilmirəm mən özümdən, özümün tariximdən, şəxsiyyətlərimdən. Günü-gündən radio, televizyonda mənə çox həmlə olur. Bu günləri İran mətbuatında, bu günləri ki danışıram, bu günün içində, ya dünənin içində 2-3 dənə məqalə Azərbaycan ziddinə yazılıbdır. Mən bunu düşünürəm. Bunu millətimə aparmalıyam. Millətim bunu eşidib Arımanşəhər, Utopiya və arzu şəhərləri qurmalıdır. Mən bu nöqtədən ki, mənim ziddimədə hər şey bir ayrı nöqtəyə ki, mənim mənfəətimə getməliyəm. Bunu qurmalıyıq. Məsələn, orada arzuları başlayırıq qurmağa. Arzuları qurmaqdan ləzzət, əslən arzunun özün qurmaq ləzzət vericidir. Məsələn, fikir eləyin ki, siz, mən bir dənə qıza ya bir dənə oğlana aşığıq. Baxmayaq ki, onun sinni nə qədərdir, yaşı nə qədərdir, azdır ya çoxdur. Onu xiyal eləmək ki, fəqət xiyalımıza gedək, nə gözəldir, nə şirin danışır, nə gözəl yeriyir, onun qaşı belə, gözü belə, əli belə, ayağı belə, burnu belə, dodağı belə, saçları belə. Bu xiyalın özü bizə ləzzət verir. Biz gərək o gün ona yetişək ki, vətənimizə nə qədərimiz arz edirik? Allah Təbrizə 2 metr Azərbaycana qar qarlasın. Allah Azərbaycana çox yağış yaxsın. Nə qədər bunu gecə-gündüz arzu edirik? Nə qədər dilimizin rəsmi olmağın, oxunmasın yox. Bizim iştibahımız bu olub ki, arzu eləyəndə demişik ki, Farsı dilinin yanında bizim də dilimiz oxunsun. 20 ildən sonra, 25 ildən sonra yetişmişik bura. Amma əgər əvvəldən desəydik, Farsı dili əgər rəsmidirsə, bizim də dilimiz rəsmi olsun, arzunu belə qursaydıq, bu günləri daha fərq elərdi durumumuz. Biz iştibah eləmişik. Qabaqda gedənlər, ağsaqqallar, mənim kimi insanlar ki, özlərin biraz düşüncəli düşünürlər, amma düşüncəli deyilmişik. Naqis təsəvvür eləmişik. Naqis arzu şəhər qurmuşuq. Doğru. Qəbul eləməliyəm bunu. İnsafəli hidayət.
Əgər iddia edir 13 yaşımda mən Azərbaycançı olmuşam, federalist olmuşam, istiqlalçı olmuşam sonrası da, təkvindir da, bunlar mən təkvini belə getmişəm. Beləsi yekəlmişəm, indi gərək eləyə bilə deyə ki, mən iştibah eləmişəm. Təkamülün bir parçası iştibahlardır. Əgər biz tarixi fəlsəfədən danışsaq, tarixdən danışsaq, tarix ədəbiyyatdan danışsaq, orada tamam fəlsəfi, düz fəlsəfi fikirlərdən danışmamalıyıq. Qələt və iştibahi fəlsəfi tarixlərdən ki, insanları nə qədər aparıblar, uzaqlıqları dolandırıblar, sonra insan başarıb da oradan çıxsın, onlardan da danışmalıyıq. Və nə qədər insaf əli yanlış fikirləri ilə ki, arzu qurmuşdu, deyir və yaxçıdır. Amma yaxçı deyilmiş, 20 ildən sonra, 25 ildən sonra, 30 ildən sonra görür ki, yanlışmış. Bu da tarixdir. Bu da insaf əlinin düşüncəsinin, düzlərinin və yanlışlarının tarixidir. Dördüncü, xiyallarımızın, arzularımızın arxasıcan getməliyik. Hər gün bu arzunu daha bundan yaxşı arzu eləmək olar. Buna görə düşünməliyik. Ona qaş düzətməliyik, göz düzətməliyik. Baxın, qoyun sizə bir dindən misal vurum. Bilirəm, bir dinçi deyilsiniz. Olsun, dinçi olmaq ya olmamaq bizim hərəkətimizdə heç təsir yoxdur. Biz dini Azərbaycan camiəsindən və Türk camiəsindən silə bilmərik. Amma eləyə bilirik ki, o dini ki, Azərbaycanlılar tarixən baxıblar və indi nəsli baxır, onu Farsın tarixi baxdığı və indi baxdığı ilə fərqləndirək, aralayaq və bizim adamlarımız bilsinlər ki, biz Fars dincisi deyilik. Ya bizim dinimiz Fars dini deyil. Bizim necə hüviyyətimiz, dilimiz, vətənimiz, vətəndaşlığımız, kültürümüz, hər şeyimiz, təməddünümüz və tariximiz Farsından fərqlidir, dinimiz də fərqlidir. Dinimiz bizi bir nöqtəyə aparır ki, Farsın dili o tərəfə aparmır, dini o tərəfə aparmır. Bəs biz hər gün gərək bu tərəfə gedək ki, yaxşı bir dünya zehnimizdə quraq. Dindən bir misal vursam, Allah, inanaq ya inanmayaq, Quranda belə bir şey var və müsəlmanlar inanırlar. Allah zehnində və düşüncəsində bir insan düşünür. Qabaqdan bir şeylər yaradıbdır, narazıdır. Mələk yaradıb, Cəbrəil yaradıb, cin yaradıb, ins yaradıb, hər nə yaradıbdır, heyvan yaradıb, ağac yaradıb, gül yaradıb, hər şey yaradıbdır. Amma zehnində bir insan düşünür. Bu insanı torpaqdan düzəldir. Zərrə-zərrə düzəldir. Buna ağız qoyur, değiştirir. Göz qoyur, değiştirir. Qaş qoyur, değiştirir. Dodaq qoyur, değiştirir. Diş qoyur, değiştirir. Burun qoyur, değiştirir. Kirpik qoyur, değiştirir. Saç qoyur, değiştirir. Qulaq qoyur, değiştirir. Çənə qoyur, değiştirir. Boyun qoyur, değiştirir. Yəni getdikcə değiştirdikcə kəmala tərəf aparır. Sonra da deyir ki, mən bunu qoyum muziyə ya qoyum nümayişgaha. O mevcudlar ki, mən yaratmışam deyəcən, gəlsinlər, mənə desinlər ki, nə cür düşünürlər. Və Qur'anın dediyinə diqqət eləsək, mevcudlar gəlirlər, baxırlar, Allahın nümayişgahına gəlirlər, baxırlar. Və Bəqərə surəsinin ayələrinin, son ayələrinin dediyinə əsasa Allahı danırlar. Əgər mən əvamanə desəm, Allaha deyirlər, gədə utanmadın, belə bir şey yarattın ki, genə qan tökə. Cisminən işləri yoxdur. Amma deyirlər ki, genə qan tökə. Allah biraz qorxur, əslində biraz intiqaddan çəkinir. Difaya girir, qəbul eləmir, difa edir. Yox, mən o şeylər bilirəm ki, siz bilmirsiniz. Amma indi neçə milyon ildir insan yaşır yer kürəsinin üzündə, buradan Allah dediği düz çıxmayıbdır, mələkələr dediği düz çıxıbdır. İnsan qan tökübdür. Amma Allahın da arzusu budur ki, bəşər gələcəkdə bir yaxçı camiə qursun. Yəni Allahın da arzusu dinlərdə odur.
İndi biz gərək və biz bilirik ki, din baxışından insan da Allahın bir parçasıdır. Çünki Allahın ruhu bizim canımızdadır. Və bizdə Allahda olan qüdrət var. Necə Allah deyir kun fəyəkun, yəni ol ginən və oldurur. Ol, yəni iradə edir. Oldurmaq fəyəkun, yəni o tədriclə yəkun, yəni tədriclə olur. Birdən olmaq imkanı zordur. Demir ki, məsələn, elə dedimdə oldu. Deyir fəyəkun, olur. Zaman içində. Yəkun feil muzariədir, gələcəyə işarədir. İndi biz də arzularımızı quracağıq. Bu arzular o birisi nəslin, xüsusən bu gənc nəslin arzularını dəyişdirəcək, onlara arzu verəcək. Onlar bu arzuları çiçəkləndirəcəklər. Onları ağaca çevirəcəklər. Onları çinara çevirəcəklər. Onları meyvəli ağaclara çevirəcəklər. Tamam küçələr, xiyabanlar arzular xiyabanı olacaqdır. Və yaxşılaşacaq getdikcə, tərəqqi eləyəcək, təkamül eləyəcək, fəyəkun və gözəlləşəcəkdir. Və ələ gətirəcəkdir insan. Ondan sonra arzunu zehnimizdə qurmayacaq. Qurduq doğru, tədricən bunu təkamülə aparırıq, amma elə quran ləhzədən yazmağa məcburuq. Biz ağzımızla demağa yaxcıyıq. Nə gözəl olar mənim yarımın bir belə yağış ola. Bu yağış yağmaq üçün nə iş görməliyik? Gəlin hər nə meyvə yeyirik, onun danasını əkaq çöllərə. Gəlin hər yerə gedirik, daşları qoyaq bir-birinin dibinə. Qoymayaq su dağdan axan, qarayan qar və su buranı yüzün aparsın. Vətəni qoruyaq, vətənin torpağını qoruyaq. Qoymayaq burada od düşsün, od yandırmayaq dağda. Cəvənlərinə, odlarına, çəmənlərinə, ağaçlarına od vurmayaq. Heyvanların şikar eləməyaq. Niyə bizi bir heyvan yiyəndən ayrıhan da oluruq? Niyə uşağımızı biri oğurlayandan ayrıhan da oluruq? Dünənləri Təbrizdə İdəli küçədə o qızı oğurlamışlar. Azərbaycan ürəyi gecə sübhəcan mən baxırdım xəbərlərə. Tap bıldırdı. Niyə? Hələ onu bir şer yeməmişdi, onu bir canavar yeməmişdi, onu bir qurt yeməmişdi. Onu bir insan aparmışdı. Biz niyə ceyranlarımızı, dağ keçilərimizi, kəhliklərimizi, quşlarımızı vururuq? Və niyə İran dövlətinə icazə veririk ki, hər xarici istəyə gələ öz məmləkətlərində olan heyvanları öldürməklərə cəsarətləri yoxdur? Gələrlər bizim məmləkətdə ceyranlarımızı, quşlarımızı, heyvanlarımızı şikar eləyərlər. Nə var? 50 dolar, 100 dolar, 1000 dolar verəcəklər. Yəni bizim məmləkətimizdə bu qədər bədbəxt olmuşuq ki, bir xaricəli 1000 dolara gələ bizim məmləkətimizdə bura öz məmləkətindən 100.000 dolara bir dənə heyvanı vuramıyor. Pəs arzularımızı deməliyik, dilə gətirməliyik, yazmalıyıq və deməliyik. Hətta əgər o birilər fikirliləri biz iştibah eləmişik. Bir zaman çox adamlar deyirlər Döktür Zehtabi iştibah elir. Döktür Heyət iştibah elir. O birisi Döktür Nütqü iştibah elir. Filan iştibah elir. Bəlahəni iştibah elir. O iştibah elir. Amma bugün görürük ki bizim çırağımız onlarmışlar. Arzularımızın payasını onlar qoyublar. Kökünü onlar yaradıblar. Onlar su varıblar və bu günləri biz o arzuların üstündə danışırıq. İnkişaf elətdiririk. Qabağa aparırıq. Ondan sonra bir də bizim zehnilərimizə nənədən olandan bu günə qədər Məhdi Kudək ya uşaqlar bağçasında radyo, televizyonla ki evdə kartonlara ya filmlərə baxırıq. Filmlər və seriallar vasitəsilə, ruznamələr, məcəllələr, kitablar vasitəsilə, şeir, roman, hikayə vasitəsilə, mədrəsə kitabları, danışqah kitabları, tarix kitabları, mühəqqqiqlər mərkəzləri, nə bilim, istihdam vəsiləsi ilə, iş vəsiləsi ilə, pul vəsiləsi ilə bizim zehnimizdə bir də arzular qoyublar. Bu arzular Azərbaycan ziddidir. Biri onlardan İrançılıqdır, İran tarixidir.
farsçılıqdır, fars tarixidir, türk ilə zidli olmaqdır, azəri bilməkdir. Bunlar bir iddət arzulardır ki, farslar bizim zehnimizə yetirdiblər. Ta bizim düşüncəmiz və arzularımız Farsın xidmətində ola. Fars millətinin inkişafının xidmətində ola. Farsın xidmətinə qolumuzu, gücümüzü, pulumuzu, sərmayəmizi, düşüncəmizi işlədək. Bu mərhələyə ki yetişdik, arzu elədik, arzularımızı yazırıq, arzularımızı dilə gətiririk, arzularımızdan danışırıq. Geçmişdəki yanlış arzularımızı axtarıb tapmalı, dənə-dənə onları təxrib eləməliyik. Həzrəti Məhəmməd illər boyu bütpərəst oldu. Hər kəs deyir ki, bunun ziddini deyir, yalan deyir. O gün Həzrəti Məhəmməd bütpərəstlikdən çıxıbdı ki, ya İbrahim bütpərəstlikdən çıxıbdı, ya o birisi peyğəmbərlər bütpərəstlikdən çıxıblar ki, başlayıblar ibadət elədikləri butları sındırmağa. Biz də ibadət elədiyimiz butları hər nə şey ki Azərbaycan milləti və Türk millətinin mənafiyi ilə, özü ilə, toprağı ilə, düşüncəsi ilə müxalifdir, dili ilə, ədəbiyyatı ilə, tarixi ilə, insanları ilə, bağı ilə, bağçası ilə, gülü ilə, güldanı ilə, heyvanı ilə, malı ilə, davarı ilə, yer alması ilə, hər nə ilə vətənin vətəndaş, vətən və vətəndaşı ilə müxalifdir, onları bir-bir tapıb, bir-bir yazıb, onları sındırmalıyıq. Heç də utanmamalıyıq, deyək ki, mən bir vaxt düşünmüşəm. Mən fikir edirdim, ana dilim zəifdir. Çünki mən kitab oxumamışdım, düşünmürdüm. Çünki mənə kitab qoymamışdır oxuyan düşünən. Çünki mən kasıbıdım, kitab alanmırdım. Çünki mənim əqlim, xanavadəmin əqli kasıbıdır. Düşüncəsi kasıbıdır. Bunları yazdıqca cəsarətlənəcəyik. Çünki hər botu ki sındırırıq, hər fikri ki sındırırıq, bir addım qabağa gedəcəyik. Bir addım bizi farslıqdan uzaq, qırağa çəkəcək, farslıqdan, İrançılıqdan və Azərbaycançılıq, türkçılığa tərəf aparacaqdır. Bunun yanında onları ki sındırırıq yerinə, o botların yerinə yeni bir Allah düşəcək. Yeni bir Allah yaradacaq. Onun dövrəsinə yeni bir Məkkə tikəcəyik. Onun dövrəsini təvaf eləyəcəyik. Bizim Məkkəmiz Türk toprağı, Azərbaycan ya İranda yaşayan Türk toprakları, dili, ədəbiyyatı, mədəniyyəti, tarixi, düşüncəsidir. Vətəni vətəndaşıdır. Dili dildaşıdır. Dini dindaşıdır. Yolu yoldaşıdır. Yenə də bu, onları yıxmaqdan və yeniləri qurmaqdan ləzzət aparacaq. Çünki özümüzü kəşf eləyəcəyik. Əslində biz başlayırıq özümüzü kəşf eləməyə. O zaman ki başlayırıq içəridəki o şeyləri ki bizə öyrədiblər və yanlışdır, onları tapırıq. Tapmaq ləzzəti çəkəcəyik. Sındırmaq ləzzəti çəkəcəyik. Onların yerinə Azərbaycan türkü, mənafiyi, vətəni əsasında, milləti əsasında yaratmaq fikirləri, düşüncələri, hərəkətlərinin ləzzətini yaşayacağıq. Biz o arzularımızı nəticəyə və sonuca yetirənə qədər dalısında durmalıyıq. Yəni, hər gün bu nəticəyə mən neynəməliyəm ki, dünəndən çox təsirim ola. Dünənəcən danışırdım, bu günləri yazıram. Dünənəcən fəqət Facebookda yazırdım, bu günləri 6 yerdə yazacağım, kopyalıyam. Dünənəcən 10 nəfərinlə danışırdım, 10 nəfərə yazırdım, bu günləri 1000 nəfərə çatdıracağam, 10.000 nəfərə çatdıracağam. Dünənləri bir kilas quranmırdım, bu gün kilas quracağam. Əgər məhəlləmə gedəmirəm, internetdə kilasımı açacağam.
Olsun bir nəfər gəlsin kilasıma. Bir nəfər gəlsin Ruznamə Niqari kilasına. Bir nəfər gəldi. Bir nəfər öyrəşəcək, bir nəfər gedəcəkdir, özü bir cərəyan olacaqdır. Biz həmişə getəcəkdən qaçacağıq. Getəcəyə doğru getməyəcəyik. Getəcəkdən qaçacağıq gələcəyə. Biz getəcəyə dolu dalı getməyəcəyik. Biz tarixi yürüyə, qaça, ata minib gələ, maşına minə, təyyarəyə minə özümüzü yetişmişik tarixin bu qismətinə. İndi buradan bu üzə dalı getməyəcəyik. Qeydaq minaq maşınla gedək dalı, gedək eşçəyə minaq, gedək qatıra minaq, gedək ata minaq, qeydaq dalı, gedək piyada, yavaş-yavaş iməhliyaq, gedək uşaqlığımıza. Yox. Biz gələcəyə tərəf getməliyik. Yəni, arzularımızı inkişaf verməklə, arzularımız bizim stratejilərimizdir. Yadınızda qalsın. Arzularımız stratejilərimizdir. Arzularımıza yetişdiyimiz işlər ki görürük ha, onlar taktikdir. Pəs arzu, yəni strateji, taktik, yəni o işləri ki görürük, o arzularımıza çataq. Tamam. Biz yenə də taza fikirlərimi yazmaq məcburiyyətindəyik və taza fikirlərimizi təhqiq eləməyə başlamalıyıq. Biz gərək təhqiq əsasında özümüzü islah eləyək, renew eləyək, tazalayaq özümüzü. Təhqiq əsasında dostlarımızdan soruşaq, ya məsələn gedək internet web saytlarında, ya Facebookda, ya Google'da, ya Telegramda, hər yerdə ki varıq. Bir dənə sual, 2 dənə sual, 5 dənə sual yazaq, onlara cavab istəyək dostlarımızdan. Dostlarımızdan yox, hər kəsdən. Cavabları göndərsinlər, müsbət, mənfi, bizimlə müxalif, müvafiq. Onların əsasında deyək ki, filan fikrə görə nə düşünürlər, nə qədər adam. Mən özümü islah eləyim. Çünki İran dövləti məsələn zahirdə təhqiq elətdirir neçə illərdir, amma günü-gündən dalıya gedir. İqtisadı dalıya gedir, siyasəti dalıya gedir, hər şeyi dalıya gedir. İndi o şərtlər ki lazımdır biz arzularımızı quraq. Bir, biz gərək görək ki, bizdən qabaqçılar oxuyaq, mütaliə eləyək, soruşaq, danışaq. Görək ki, bizdən qabaqçı nəsillər və adamlar, mən bu gün gəlirəm milli hərəkətə qoşuluram, məndən qabaqçılar keçən 100 ildə və keçən 10 ildə və keçən 1 ildə və keçən 1 saatda, mən indi gəlmişəm qoşuluram milli hərəkətdə, məndən qabaqçılar hangi arzuları yaradıblar? O arzuları, hangi fikirləri və arzuları yıxıblar, onları yaradıblar? Əvvəl onları düşünün. Ki Azərbaycanda bugün arzular nədir? Məsələn, nə cür yazırlar əslində? Ədəbiyyatı nə cür yazırlar? Mədrəsəyə getməyib heç kəs, tamam. Əlifbanı hamı da bilir. Ərəbi ya farsa əlifbanı hamı bilir. Həman əlifba ilə ağzından çıxan türkünü yazın. Bəzi dostlar deyirlər ki, biz ləhcələri danışmayaq, küçəbazar dilini yazmayaq. Məncə bunlar böyük iştibah edirlər. Çünki ləhcələr və küçəbaza dili ədəbiyyatın rəhliliğidir. İstandart dil küçəbazar dilin və ədəbiyyatın görsədə bilməz. Tənəvvüün, rəhliğin, o küçəbazarın, məsələn, Təbrizdə fikirləyin, ya Urmiyədə, ya Xoyda, ya Binabda, ya Əcəbşirdə, ya Əhərdə, Kəlibərdə, Xoyda, Salmasda, Zəncanda, Qəzvində, Həmədanda, Tehranda, Kərəcdə yaşayan türkləri, Əşqəşqaistanda, Türkmənistanda yaşayan türkləri bir zehninizə gətirin. Görün o tələffuzları ki, bunlar bir kəlmədən elirlər. Məsələn, biz deyirik gedirik, Ərdəbillər deyirlər gedirük. Bəzi Təbrizlər deyirlər, məsələn, gedirik. Yəni, bunlar bizim dilimizə rəng qatır. Bu rəhləri itirməməliyik.
standart dili demaqla, ya kitabət dili demaqla bunu itirməməliyik. Bunları biz diri saxlamalıyıq. Bizim ittifaqən geçmiş nəsillərimiz şəfahi ədəbiyyatı toplayıblar. İndi bir də dostlar mümkün deyirlər ki, şəfahi ədəbiyyat ləhcə ilə ya deyişlə fərqlidir. Tamam, deyişlər fərhəngin rəhləridir. Tabloyu bir ayrı yerdən baxmaq, bir ayrı cür, bir ayrı nəqqaşın çəkmağına diqqət eləməliyik. Pəs bir budur ki, qeydaq neyək? Birinci şərti budur. Görək ki, indiyəcən hansı fikirləri, arzuları Azərbaycanda yaşadıblar və onun üçün çalışıblar. Özgələrin yazdıqların, oxuduqların, təhqiqlərin gərək ki, axtaraq görək. Danışqahlarda, mədrəsələrdə, eşikdə, küçədə, bazarda, hər yerdə vardı. Web saytlarda, ruznamələrdə, məcəllələrdə bunlar var. Pəs biz gedirik arzuları əmələn təhqiq edirik, görək nədir? Yəni addımları götürdük milliləşməyə. İkinci, geçmişdəki yaradan fikirləri nəql edəcəyik. İradları haradır? Yaxçılığı haradır? Bunu nə cür daha yaxşı eləmək olar? Onları təkmil eləməyə çalışacağıq. Geçmişdəki arzuları təkmil eləməyə çalışacağıq. Geçmişdəki teoriləri, məsələn, bir iddə insanlar zorların qoyublar ki, Kəsrəvinin teorisini yıxalar. Əlbəttə, Kəsrəvinin vaqəən teorisi yoxdur. Çünki elmi teori o zaman ki, elmi bir şey məsələ olar. Bir dənə vaqiiyyət-i xariciyə təkiliyə, dayana. Amma Kəsrəvinin danışığı xarici varlığa dayanmır. Məsələn, indi deyək ki, getmişik biz Bəluçistana, getmişik Əfqanistana, getmişik Pakistana, getmişik Hindistana. Hindistanda bilirik ki, milyonlar türk var. İndi deyə bilirik ki, Hindistan, türk üçün milyonlar türk var orada. Ya var idi, ya Babirilərdən bu üzə türklər dövləti qurulub orada. Səfəvilərdən bu üzə heç olmasa türklər dövləti var orada. Yox. Onun üçün biz geçmişdəki Pəhləvilər yaratdığı xiyalları yıxmalıyıq. Beşincisi, yeni və fərqli. Yeni və fərqli arzular düşünməliyik. Və yeni teorilər, yeni xiyal şəhrlər, ya yeni utopiyalar yaratmalıyıq. Onun əsasında qabağa getməliyik. İndi, bir dənə bir soru var. Bunu sorum və qalsın gələn həftəyə. Bir də insanlar Fransa inqilabından bu üzə qədər bunu teorizə ediblər. Qabaqlarda da bu var idi. Amma Fransa inqilabından bunu teorizə ediblər. İnqilablar balalarının beynin yer ya başını yer. Yəni, inqilablar öz balalarını yiyərlər. Öz balalarını öldürərlər, edam elərlər. Görəsən, bu fikir bir yerdə dayana bilər. Görəsən, biz Azərbaycanda da belə bir şey olubdur və ola bilər. Bu fikri düşünün, gələn həftə bunun haqqında bərabər danışaq. Əgər icazə buyursaz, elə burada bu teorini dayandıraq. Deyək ki, bir jurnalist necə arzu şəhərləri qurmalıdır və necə onun qabağında getməlidir. Gələn həftəyə, gələnki bərnaməyə görə bir fasilə verək, bir fasilədən sonra gələcəyik. Əlbəttə, əməli ruznamenikarlığa sonra görək nə olur. Sağ olun, bir neçə dəqiqədən sonra görüşmək ümidi ilə.